30 ildən sonra konstitusiyon bütövlüyə və suverenliyə yeni siyasi təqvimin 5-ci ilinə qədəm qoymuşuq. Qlobal layları tərpədən Qarabağ qələbəsi dünyanın yenidən bölüşdürülməsi və 21-ci əsrin yeni Yalta konferansına vəsiqə qazandırıb. 2 il əvvəl elə bu vaxtlarda Münxen Təhlükəsizlik Konferansında regionumuzla bağlı zirvənin adını dağları aşarkən Cənubi Qafqazda təhlükəsizlik qoymuşdular. Belə sərlövhə soyuq almanlar üçün çox da xarakterik deyil. Əslində bizə demək istəyirdilər ki, Avropa Birliyinin mülki müşahidə libasında sərhədlərimizə yığdığı hərbi kəşfiyyat missiyası ötən əsrin əvvəllərində Qafqaz dağlarına gələn orduların varisləridir. Məqsəd bölgədə NATO qüvvələrinin yerləşməsinə zəmin hazırlamaqdır. Lakin qərbdən fərqli olaraq Azərbaycanlıları Göyçə və Zəngəzur aşırımından üzü İrəvana dinç qayıdışa səsləyən Prezident İlham Əliyev göstərdi ki, bütün formasiyalarda mübarizəsi yarımçıq qalan əcdadlarımızın ideallarının təmsilçisidir. Bəli, nəinki Rusiya-İran müharibəsi, o cümlədən ABŞ, Almanya, Britaniya ordularının bir əsr əvvəl regionu əldən ələ verərək sonunda bolşeviklərə yenilməsi nəticəsində Azərbaycan, qonşuları Azərbaycanlılar olan bir dövlətə çevrilib. Unikal reallıqdır. İranda 35 milyon, Rusiyanın Dağıstan və Şimalı Qafqaz arealında 300 min, Gürcüstanda da o sayda əhali ilə əhatə olunmuşuq. Biz vahid DNK-ya malik bir millət, soydaş adlanırıq, qonşu dövlətin vətəndaşlarıyıq, bənzənsə bir-birimizlə əcnəbi kimi danışırıq. Keçmişin acı mirasına qarşı çıxan, onu dəyişdirməyə qalxan Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyində dünyaya belə səslənmişdi. Stat. Nəyə görə biz uzun illər, əsrlər boyu müstəmləkə kimi yaşamışıq? Nəyə görə başqa dövlətlərin tərkibində yaşamışıq? Nəyə görə dövlətçiliyimizin tarixi çox məhduddur? Statın sonu. Hələ işğal illərində İrəvanla bağlı ardıcıl, sərt və prinsipal siyasət keçmişə görə hesab imperiyalar arasında bölünməyə üsyan idi. Üstündən bir il keçmədi, Vətən müharibəsi başlandı və taleyimiz dəyişdi. Bir tarixi paralel. Osmanlının qalıqları üzərində Cumhuriyyət quran Qazi Mustafa Kemal Atatürk İnönü Savaşında qalib əskərlərinə deyir ki, siz yalnız düşməni deyil, həm də millətin tərsinə gedən taleyini yendiniz. Həqiqətən parlaq kəlmələrdir. 44 günlük müqəddəs müharibəmiz təkcə Ermənistanı deyil, həm də çox əsrlik tariximizin köçkünlük, qaçqınlıq, soyqırım və matəm zəncirini də məğlub elədi. Azərbaycanın taleyini başqalarının həll etdiyi əsr bağlandı. Yeni qalib 100 il başlandı. İndi biz təkcə coğrafi deyil, həm də siyasi olaraq böyümüşük. Beynəlxalq nüfuz və çəkimiz artıb. Əgər NATO-nun dağılması gerçəkləşərsə, Türkiyə və Azərbaycan yeni geosiyasi birliyin qurucuları kimi çıxış edəcəklər. Ona görə də 6 mühüm tarixi dəyişikliyi hər kəsə bəyan etməliyik. 1. Son 2 əsrdə ilk dəfə ermənilərə sərhədli böyük dövlətlər yox, məhz Azərbaycan dövləti göstərir. 2. Ölkəmiz uğrunda tarixən savaş aparanların taleyi heç zaman indiki qədər Bakıda həll olunmayıb. 3 imperiya varisi, qardaş Türkiyə, İran və Rusiya heç vaxt indiki qədər ölkəmizlə uzlaşmada olmayıblar. İtkilərə məruz qaldığımız bütün formasiya və quruluşlarda yalnız xarici amilləri, güc nisbətinin eyni olmamasını və imperiya maraqlarını faciələrimizin səbəbləri kimi göstərmək dövrü bitib. İlham Əliyev əksini nümayiş etdirib. Dövlət rəhbəri və mərkəzi hakimiyyət sistemi güclü olanda xarici amillər dağıdıcı təsirini itirir. Ölkəmizdə kənar qüvvələrin hökmran mövqeyi heç vaxt indiki qədər zəif olmayıb. 3. İlham Əliyevin ən böyük uğuru ermənilərin dövlətçiliyimizin məhvində rolunu sıfır endirməsidir. 1-ci Pyotrdan sonra Azərbaycanlıların xanlıq, quberniya, cümhuriyyət və sovet sistemində həm siyasi, həm dövlət quruculuğuna qarşı ən böyük zərbəni ermənilərin əli ilə vurublar. İndi sikl dəyişib. Ermənilər Qafqazlarda heç vaxt indiki qədər Bakıdan asılı olmayıblar. Nə yaxın, nə də uzaq qonşular onları əvvəlki dək təzyiq və pozulucuq amilinə çevirə bilmirlər. İrəvanın taleyi heç vaxt indiki qədər Bakıda həll olunmayıb. 4. Qarabağ dağıdıcı amil kimi son 300 ildə bölgənin milli siyasi və demografik xəritəsini qarışdırıb. Hamı son 30 ildə işğal bölgələrindəki minalardan danışır. Halbuki Qarabağ son 3 əsrdə özü boyda mina olub. İndi həmin təhlükə zərərsizləşdirilib. Qarabağ Azərbaycan dövlətçiliyini möhkəmləndirən platformaya çevrilib. 5.
Qarabağın xilaskarı İlham Əliyev yeni ideoloji hədəfləri, qayıdış hərəkatını yaradıb. Əlbəttə, Ulu Öndərə qədər heç bir dövlət başçısı Qərbi Azərbaycanı siyasi leksiyona gətirməyib, ondan danışmayıb. Qərbi Azərbaycan idealının milli gündəliyinin önünə çıxması birbaşa qələbəmizin nəticəsidir və ölkə rəhbəri dediyi kimi, torpaqlar işğal altında olarkən, məsələ indiki səviyyəyə qaldırılsaydı, vaxtından əvvəl açılan ateşə bənzəyərdi. Qarabağa ona görə qayıda bildik ki, torpaq hissi və qayıdış ruhu canlı saxlanıldı. İndi Qərbi Azərbaycan məfkürəsinin dirçəlişi baş verir. Unutmayaq ki, böyük qayıdış Ulu Öndərin ikinci dəfə hakimiyyətə dönüşündən başlayır. 6. Prezident bəyan edib ki, Ermənistan, Türkiyə və Azərbaycan arasında maneə olmamalıdır. Uzun illərin dərin təhlilindən sonra irəli sürülən formul hər birimizi düşündürməlidir. İrəvanı Bakı və Ankara arasında necə bağlayıcı qüvvəyə çevirək? Sual həm də çağırışdır. Elm adamlarımız üçün yeni milli ideyamız nəhayət yaranmalıdır. İrəvan Azərbaycanlıların tarixi varlığını Bakıdan çox özündə daşıyır. Sosial Tədqiqatlar Mərkəzi Prezidentin strateji çağırışlarına cavab olaraq növbəti dəfə təkcə elmi ictimaiyyətimiz üçün deyil, həm də dövlət və siyasət adamlarımız üçün qiymətli əsərləri təqdim edir. Hamı qəbul edir ki, xalqın maddi mədəni irsini qorumaq, vətəni əbədiləşdirmək deməkdir. Milləti kökündən ayırıb, tarixi yaddaşı və sərvətləri gələcək nəsillərə ötürmək mümkün deyil. İrs millətin hard diskidir. Qərbi Azərbaycanda itirilmiş torpaqlarda hər bir abidənin texniki şərtini, kimlik pasportunu və sahiblik reyestrini yaratmaqla torpağa və əcdadlarımızın mirasına haqqımızı sübut edirik. Beləliklə elin göz, söz və daş yaddaşının vəhdəti yaranır. Sosial Tədqiqatlar Mərkəzinin sektor müdürü dəyərli alim Müzəffər Vəliyevin müəllifliyində Qayıdış, Qərbi Azərbaycandakı maddi mədəni irsimiz adlı 3-cü cildin hazırlanması 144 maddi mədəni irs nümunəsinə vəsiqə verilməsi deməkdir. Kitabın üz qabığında əksini tapan foto, Murov, Alagöz və Ağrı dağına sülhlə dönüş əks olunub. Göründüyü kimi dağları aşaraq bir-birinə qovuşan xalqımızın çox əsirlik yurt sevgisi, həsrəti bir idealda birləşib. Dənizdən dənizə mifini real Ermənistana çevirməyə məcbur olan ermənilərə qarşı Azərbaycanlıların 3 dağın ittifaqı idealı qarşı qoyulub. Qayıdış ensiklopediyası seriyasında əksini tapan bu abidələr haqqında müəllif özü geniş məlumat verəcək. Ümidvarıq ki, Mədəniyyət Nazirliyi indi təqdim olunan irs nümunələrini vahid milli fonda daxil edəcək. Bir daha vurğulayaq ki, Qərbi Azərbaycanın sərvətləri bütövlükdə millətimizə məxsusdur. Ona görə də tarixi torpaqlara qayıdış təkcə bir bölgə əhalisinə aid ola bilməz. Qarabağ ümumilli səfərbərlik idealı olduğu kimi, tarixi torpaqlara dinc, sülhpərvər və qanuni dönüş də xalqımızı bütövləşdirməyə, vahidliyini qorumağa xidmət edir. Biz ölkə başçısının verdiyi mesajları düzgün oxumağı bacarmalıyıq. Söhbət hərbi hücum planlarından, qələbədən sonra ambisiyalarını ermənilərin mifik ideallarına bir tutmaqdan, düşmənin xəstəliyinə yoluxmaqdan getmir. Tarixi torpaqlara qayıdış, Rusiya, İran, Gürcistan və Ermənistana ərazi iddiaları deyil, könül və siyasi coğrafiyamızın 86,6 min kvadrat kilometrdən daha böyük olduğunu gələcək nəsillərə çatdıran, tarixi yaddaşı diri və canlı tutan sülhpərvər strateji proqramdır. İlham Əliyevin Qərbi Azərbaycan idealı Ermənistanda dərin siyasi əsəbə, narahatlığa və xaotik reaksiyalara səbəb olur. Dəfələrlə erməni baş nazirinin açıqlamaları deyilənlərə sübutdur. Lakin Qarabağ hadisələri İrəvandan başladığı üçün orada da bitəcəkdir. Qərbi Azərbaycan məsələsinin tarixi, mədəni, mənəvi kökləri haqqında yəqin ki, burada geniş danışılacaq. Mən onların üzərində dayanmıram. Son 2 ildə Qərbi Azərbaycana qayıdış üzrə görülən işlərin miqyası da həddindən artıq böyükdür. Bəli, Qarabağdan Zəngəzura gedən yol qayıdış idealını və hərəkatını formalaşdırır. Şübhə eləmirik ki, Qərbi Azərbaycana qayıdışın reallaşmasında regionun və dünyanın aparıcı dövləti qardaş Türkiyənin təşkilat kimi Türk dövlətləri təşkilatının rolu artacaqdır. İnanırıq ki, Zəngəzur dəhlizinin açılması Qərbi Azərbaycana qayıdışı sürətləndirəcək. İndi biz əcdadlarımızın yolu ilə gedirik. Babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyim çağırışı nəvələrin qan və ruh varisliyidir. Qayıdış milli ideologiyamıza çevrilir. Təkcə torpağa deyil, milli varlığımıza, kökümüzə, adət-ənənələrimizə, vəcdadlarımıza dönüş bizi qlobal təhlükələrdən qoruyan qızıl kümbəzə çevrilir. Yeni yüzil, yeni milli ideya və strateji hədəflərimizi qurarkən bir yol göstərənimiz olmalıdır. Zəfər dövləti, qalib millət.